Bu Neymət anasıdır. Neyməti ham axtarır. Neyməti kim axtarır, kim axtarmır bilmirəm. Belə Oğlum sən mənə bu deyirsən. Neyməti tapırsan, bu işin gücünə tezlər. Onun bir tapırsan, işin gücünə tezlər. Mənlə danışır, düşgülü telefonu bağlayıb. Ona denən ananın onu denən. Pasportda 2500 dollardır, çatdırmadı denən. Pasport? Hə. Yox. Onu bu gün təcili tapırsan. 100%. Denən ananı denən. Qabağında denən. Mərfətə də dedim, mərfətdə də gedir. Onu tapata, ona deyən ki, sənin anayın ağzını deyən, cındırdın balası, cındır ağıllı heç kimə verməsin. Nə verəsidir, tez bazar gətirsin, satdırsın cəmaatı. Yaxşı. Neymətin anasının ağzı. Bizə poxas toxuz. Neymət bizə düz 800 min dollar atır. Neymət axtarma işə çıxmır. Dünən danışırdım, sahal danışdım, telefonu bağlayıbdı, qızım onda 2500 dollar pul götürübdü. Prosta istəmirəm işi qaçdı. Ayselin pullu mu? Ona xoşluqla deyin gəlsin, çatdırmasın, onun mənfiyəm uyağı. İtib batmasın, telefonu zadı bağlamasın, ağıllı ona buna verməsin. Bu işim gücüm gedir, istəmirəm nəsə puxa qatan. Denən yaxşı. Bu Amar zəngili varısından qan çökür. Hə, danışdım özündən. Sabahlar söz veriblər, bu gün namaşmaş. Neyse mən isə qarşılanım, deyirəm, mənlik öyle şeylər. Hə, Kızım, ağa dedim, sabah mən onunla görüşəcəm. Hə, onunla görüşəcəm, onu sonra biz görüşək. Sabahın inşallah deyil, sabah saat 3 vaxtında. Birinci ad boy verir, sonra özü yığdı. Dedi, anara denən ki, narahat olmasın, gün həll eləyəcəm. Dedi, sağımı verim, qızam verim. Dedim, qızın özünə bir çatdırdım da. Çıxar edir, mən yoxam buralarda. Dedim, çatdı oram, mən qızın dedim, özünə çatdır. Dedi, gün dedi, həll eləyəcəm dedi. Dedi, 100% həll eləyəcəm. Sağ ol ağam, canım deyirəm, mənim də poxa salınımdan sən. Mən niyə nə vardı? Sabah öldürdüm aləm dərmiş bir-birinə, Neyməti. Tapdın mı? Mən az qalıcı öldürdüm var ya, öldürən pis edirdim. Ben dedim ki, dedi, şükürən ana da her şey yoluna koymuş, her şey bomba dedim ha. Yalan sənin anan demirdin buna. Ne yapayım, biraz danışışı böyle serbest, rahat dedim, yakın şu. Diye şükürən dedi, ana danış var, her şey yoluna koyulup bomba çimilize dedi. Sen niye, ne isten benden, ne dedim açışı. Dedim, dəqiqimcə də var, yok. Aslında hanım, değil mi? Minlə söylüyorsun, ben inandım bana. Bilmirəm artıq, bu verəmə qaydınçıdır. Abacım, bana ayalaq, atası bir tərəfdən, bu bir tərəfdən. Oradan Maroldan darvaza gələndə, elə bir ki, Qızıl abiyə başlayandan, sərdən 3-cüdüm, 4-cüdüm, bax, elə yıkama qaydınçı sarılı, geri yanında da qaydınçı geldi. Dedi, mərfətlə dedim, danışacağım dedim, Marolda görüşürük, tərdən bir oğlan gəldi, onu boşum içəri saldı, baxdı içərisindənə. Dedi, qardaş, dedi, get mən bunu dedim, sən kişi kim, bu atabala kişilə Marolda ədirəsən, dedi, atasına dedim, bala. Dedim, kimi de dedim, kürete koyduracağım Marolda birinci. Mənim yerimi atandım. Bir kərti gəlmişdi, elə mi? Deyə ki, deyirəm, Mərfəti buraya gətirəcəm. Mərfət sənin yanındadır. Kimin adını da bilmirsən. Adı nədir onun? Razi. Polisin də başını bırak. Adın nədir? Şoferin adı nədir? Odunun adı nədir? Razi. Sayca port bağırır. Adı Razi'ydi. Gelin Mərfət onu düyürüldür, şaparan qatda alacaq. Zanat ol, Mərfət mənim yanındadır. Polisin başımla heç lazım döşəni göy. Ondan qabaq özü yurdu, deyir, mənə buradan pul qayrı ilə deyir. Dolya ver, pul ver, atır. Uğraşdır, burasada bu qışqırıydı. Qışqarı mən bununla dalaşdım. Dalaşandan sonra dedim, tutan Mərfəti gətirib çalıyıraq. İlk su belə olubdu. Sonra bayaq getdi, yenə geri gəldi. Geri gəldi, sağa gənç vurmuş, deyəsən telefonda. Və mənə əl-qol atdı, gözü mənim özü tələdi, və qoftam da sırıq-sırıq. Gözü özü Sən adın nədir mənim qaşım? Elmar. Eşinə, inşallah bir axşam bir söhbət edək, yaxşı mı? Prosto bu Onlar sərt onların ağzını mən zoraram, onları qoyaram. Yox, Polis kim çağırmışdı? Yaxşı hərəkətləməyibsiniz ha. Yox, yer başında sən görəcəksən, sən getdin, yanlışın el, buraxdın onları gəlsinlər, mən özüm bundan lazım deyiləcəm. Düz deyirsən, mən ona görə ki, düz deyirsən. Qalamızam, düz deyirsən, məsələn. Yaxşı, mən nə qarım, bu eləyim mi? Adamın gürakka, istəyirlər. Bax, şu yerdə amasın. Telefonumu götürmür, gəl. Şu an göndərdim, doğru